qol budaq atıb dərindən kök salan ağacı bəzən həşəratlar qurutmağa, onu məhv eləməyə çalışır. Amma ağacı yaradan yenə də yaşadır. Bir payız günündə yarpaqları saralıb tökülsə də, yenidən çiçəklənən vaxtı da olur. Lap insan həyatı kimi. Qarlı, boranlı günlər yaşasa da, amma insan bir vaxt həyatına yaz günəşinin doğacağından əmindir. Elə mənim bugünkü qonağım kimi. Əslində o kimdir? Vüsal dolu bu yuxular yalan olsun, yalan olsun. Mənə qalan xatirədir, unudulsun, talan olsun. Mənim kimi heç kəs səni sevməyəcək bir daha. Get, xoşbəxtlik axtar, mənsiz bu dünyada. Beləliklə, hörmətli tamaşaçılar, bugün əslində mənim qonağı 3 övlad və 8 nəvə sahibi olan çox gözəl xanım və müğənni Zeynəb xanım Dostayevadır. Xoş gəlmisiniz Zeynəb xanım. Xoş günlərdə görüşək. Necə hiss edirsiniz özünüzü? Çox gözəl, sizin aranız, sizin bu məkanın aurası o qədər gözəldir ki, doğrudan insan istər-istəməz dincilik tapır burada. dincilik tapır. Zeynəb xanım, bir neçə verilişçi çəkmişik və efirə gedib. Mən vərdiş eləmişəm, öyrənmişəm ki, hər zaman qarşımda əyləşən sənətkarı xalq artisti və ya əməkdar artist deyə təqdim edeyim. Amma çox təəssüf ki, bu adların heç birini sizi təqdim eləyəndə işlədə bilmədim. Niyə 30 ildir səhnədə olan, 30 ildir öz xalqına xidmət edən bir sənətçini bugün mən əməkdar və yaxud da xalq artisti deyərək təqdim eləyə bilmədim? Bilirsən həyatım, o qədər böyük sənətkarlar, böyük karifeylər gördüm ki, onlar ad almamış, dünyalarını dəyişdilər. O vaxtı da belə bir şeylər var idi. Düzdür, indi dövrümüz gözəl dövrdür, əminamanlıqdır. Hər kəs öz sözünü deyə bilir. Yəni, o vaxtı var idi ki, hansı ki karifeylərlə bir yerdə biz qastrol səfərlərində olduq. Elə insanlar vardı ki, onlar doğrudan da sözün əsl mənasında, indi də onların adları çəkiləndə karifey kimi çəkilir. Amma onların da arasında adı olmayanlar. Nə səbəbdən, hansı intriqalar üzündən, nəyə görəsə ad almayan insanlar var idi. Bilirsiniz? Yəni bu mənim üçün çox təəccüblü deyil. Bir söz də deyim. Buyurun. Mən harda konsertdə oluram, harda oluramsa olum. Hələ mən onlara deyirəm ki, olmaz axı belə söz işlətmək olmaz. Hamısı çıxırlar, ya əməkdar deyirlər, ya xalq artistimiz çıxış eləyir deyirlər. Başalıyor qəbirdən ötən günlərim, səni ürəyimdən qopara bilməyər. Sevincli acılı ötən günlərim, sevincli acılı ötən günlərim, məni ürəyimdən qopara bilmir. Aman aman acan. Xalqın bir üzü vardı, onlar riyakarlıq bilmirlər. Onlar əgər istəyirlərsə səni, deyirlər ki, istəyirik. İstəmirlərsə deyirlər, istəmirik. Təbii, məcburi heç kəsin qəlbinə yol tapmaq mümkün deyil. Çox maraqlıdır ki, sizin ümumiyyətlə adınızı çəkəndə hər zaman sənətdə olan, əsl sənətçi olan və təbii ki, peşəkar incəsənət ustaları sizin haqqınızda çox yüksək fikirlər söyləyirlər. Deyirlər ki, bilirsiniz o necə oxuyandı? Yəni bunun özündə artıq hər şey var. O necə oxuyandı, həm səni bir neçə il əvvələ qaytarır, həm səni düşündürməyə məcbur eləyir ki, o necə oxuyandı. Yəni, mənə elə gəlir ki, o peşəkarların sizə verdiyi qiymət də hardasa bəsinizdir. Çünki siz Şövkət xanım Ələkbərovanı evinizdə görmüsünüz, atanız aşıq olduğuna görə çox sənətkarlarla birgə olmuşsunuz. Çox sənətkarlar atamla çox yaxın dost olub. Bəxtiyar Vahabzadə, rəhmətlik, o da bizim, necə deyirlər, yaxın bir adam olub bizə. Bu yaxınlarda deyəndə ki, bu dünya mahnısını o işləndə Bəxtiyar müəllim, Allah ona rəhmət eləsin, doğrudan dahi insandır, dahi şairdir. O məni öz evinə dəvət elədi. Vallahi bilmədim, eşardan telefonu tapdı, zəng vurdu. Mənim balam bizə gəl. Dedim, Bəxtiyar müəllim, xeyr ola. Gəl, gəl, gəl. Mən eşitmişəm, mənim dünya mahnımı sən. O bir əsərdir, poemadır. Mən eşitmişəm ki, sən onu kiçik bir mahnıda yerləşdirmişsən. Oğumusan, həm də xoşa gəlib. Kimin bəstəkarı mahnının? Bu mahnının bəstəkarı bizim düzdür, çox tanınmır, amma Teymur Namə var.
yetimxanada böyüyən bir oğlandır. Kullanır bu dünya insan ölmemiş, dünyadan dünyaya geçebilmesin. Bu dünyadan alimler de baş açmayın, bu dünya hey fırlanır ve dayanmayın. Tutanlara da dünya efsuslanmayın, bu dünya hiç kimle hiç kime dalmayın. Hamı da bəyəndi. Yəni o sizin möhürünüz oldu deyə bilərəm. İnanırsınız, Çünki neçə doğrudan illərdir o mahnıdan ötürü Doğrudan, evet. hara gedirəm o mahnı məndən istəyirlər hər vaxt. Hələ deyim ki, bunun məsəl üçün o rusların sözü olmasa raskurtkası olub, yox. Elə diskdən, oradan, buradan, hardan eşidiblərsə, hamı o mahnını istəyir məndən. Bir də sevgi gibi. Heç bilmirəm hara yozdum, doğrumu sən düzümüsən. Mən həsrəti ötüb keçdim, sən həsrətin düzümüsən. Qulaqlarım cingildəyir, danışırsan sözümüsən. İstərəm ki yuxumdan da gəlib səni alan olsun. Sevgi Gileyinin də sözləri ilə Bəxtiyar Vahabzadənindir. yəni o şair o qədər gözəl O yazır ki, ola qədər bilməz gözəl ki, onun yazır yazdığı ki, şeir bəli, bəli. uğursuz sonda bir Bəli. mahnıya çevrilsin. Əsas bilirsiniz, bu bayağı mahnıların sözləri niyə görə yadda qalmır? Çox ömürlü olmur, uzun ömürlü olmur. Onları adəti Məna üzrə, yoxdur. onları adəti üzrə istifadə edirlər. Mənasız Bəli. sözləri olur, amma oynaq olur, oynadır adamı. Toyda zətdə məsəl üçün orada burada görsən ki, oynatdığına görə deyirlər bir ara. Elə çatan deyir ki, bu mahnı, filan mahnı, bayağı mahnıları ancaq orada istəyirlər. Amma doğrudan samballı sözləri olan, necə deyim, ədəbiyyatda gözəl, mühüm yeri olan, mənası olan sözlər öz dəyərli qiymətini alır. Ahu gözünü gördüm, ahular arasında, duydum o melek sesi, mehrular arasında. Ahu gözünü gördüm, ahular arasında, vurmuş o melek sesi, mehrular arasında. Ey badi sabaya açma, key suyu teri zülfü. Ey badi sabaya açma, key suyu teri zülfü. Gönlüm kuşu eyleşmiş, mehrular arasında. Gönlüm kuşu eyleşmiş, key sular arasında. Zeynəb xanım, bax Dünya Fırlanır mahnısından danışdınız. Doğrudan dünya fırlanır və hər zaman biz deyirik ki, yer kürəsi öz oxu ətrafında fırlanır. Bugün realdır bu mahnı və sizin gözünüzdə o dünyanın fırlanma sürəti nə qədərdir? Yəni Zeynəb xanım üçün çox tezmi fırlanır, həyat çox tezmi gedir, güllər quş kimi uçurmu sanki, yoxsa Valla mən elə hesab eləmirəm. Günlər elə hər insan üçün adi, normal vaxtında fırlanır. Amma insan var ki, həyatını, dünyasını səmərəli istifadə edir. mənalı yaşayır? Mənalı yaşayır. İnsan var ki, çox mənasız, tüfeyli, gərəksiz, belə öz həyatından bezir, özünü asanlar var, özünü zəhərləyənlər var. İntihar eləyənlər, İntihar bəli. eləyənlər var. Sən həyata gəlmisənsə, o gözəl rəssam, o yaradan bizi yaradıbsa, o nə vaxt bizim canımızı alacaq, onun öz öhdəsinə buraxılır bu. Söz yox, bir gün yaralan, bir gün məhv olur. Amma bu həyata gəldiyimiz illəri, günlərin qiymətini, dəyərini bilməliyik. Biz onu elə yaşamalıyıq ki, bəzi insanlar deyir ki, əşi, mənim həyatım belə gətirdi, belə gətirmədi, elə gəldi, yaxşı olmadı, mənim üçün pis yazılıb. Elə deyil. Olur insanlar özləri öz həyatını səhv qururlar. Düşünmədən, gənclik səhvləri ilə. Elə insan var, gələcəkdə öz səhvlərini düzəldir və həyat onun üçün maraqlı olur. Amma elə insan var, səhvlərini düzəldə bilmir. Ömrünün axırına kimi o səhvlərlə yaşayır və məhv olur, gedir. Düzdür, həyatda acı günlər də olur, şirin günlər də olur. Yaxşı xatirələr olur, əzablı günlər də olur. Bir söz, həyat nəyə lazımdır ki? Əgər bu günlər olmasa, şirinli, acılı günlərimiz olmasa, həyat heç kimə Mənası olmaz lazım deyil, yaşamağın, bəli. mənasız olar. Bir də üzü ağ, fikir- bir üzü qara həyatdır. Bəli,
Bir də fikirləşirəm ki, insanlar bir-birini məhv eləmək istəyir. Görürsən də bir-birinə cadu eləyir, biri-biri ilə danışmır, biri-birinin ayağının altını qazır, dəhşətlər var. Bunları mən görürəm. Məndən yuxarı kimsə niyə çıxsın? Niyə belə bir niyə fikir var indi çıxsın? bizim Allah insanlarda? məsləhət görüb çıxmalıdır o. Sən də fərəh elə ki, o yaxşı pilləkəndədir. O Bəlkə də bir dar məqamda sənə əl uzadıb qaldıracaq özü ilə. vallahi Yəni, bu heç da var. onun əl tutmağı lazım deyil. Əgər o sənə mane olmasa, o insan sənin yerini dar eləmir. O insan özü üçün yaşayır. Hər insan özü üçün yaşayır. Dedim ey gül böyle sallama, burada belə yaxşı var yamanda. Dedim ey gül derdimden anla, dedi belə səbr eylə, zaman var ay zalım. Dedi belə səbr eylə, zaman var ay zalım. Danışırsınız, mənim növbəti sualım gəlir, keçir gözümün önündə o insanın həyatda üzləşdiyi çətinlikləri deyirsiniz. Siz də çox çətinliklərdən keçmisiniz. Çox. Heç kimə sataşmadan belə hər zaman kiminsə daşına məruz qalmısınız. O olmalıdır. Bax, insan özünü müəyyən məqamlar var ki, orada toparlamalıdır, çıxartmalıdır. Mən güclüyəm deyə bir stimul verməlidir öz-özünə. Bilirsən, mən olub ki, evdən belə bir bağlama cadu tapmışam. Necə? Yəni onu mən özüm yox, evdən bizim bir mənim köməkçi xanım var idi. O gətirdi ki, bizə mənə Zeynəb bacı deyir. Zeynəb bacı, gör nə çıxdı evdən. Nə çıxır ki? Bu da indi qorxur, əlini vurub atır yerə. Deyirəm, qorxma, o sənin üçün olmuyor, bu mənim üçün olur. Mənim evimdən çıxırsa mənim üçün olur. Gətir görüm nə var. Vallahi açıb onu baxıram. Neysə də indi ərəbcə idi, göndərdim molla yanına. Molla zəng vurub, deyir ki, Zeynəb xanım, siz kimə nə pislik eləmişsiniz? Deyirəm, vallahi heç kimə. Heç kimə. Mənim rəhmətli atam elə insan idi ki, o yeriyəndə ayağının altına baxırdı ki, birdən qarışqa yuvasını tapdalayaram. Və hər zaman sizə məsləhət verir. Həmişə. Zeynəb, heç vaxt pislik eləmə, hər zaman Həmişə yaxşılıq mənə elə. məsləhət verib ki, pislik eləməyəsən ha. Birdən sənə pislik eləyərlər. Sən eləmə. Deyirəm, niyə ata? Niyə mən eləməyim? Deyirdi ki, qızım, o pislik eləyənin cavabını Allah Taala özü verəcək. Bəli. Sən onun cavabını versən. Onun elədiyin, ona elədiyin o pislik sənin boynuna yazılacaq. Sənin hesabına keçəcək. Elə ki, sənin hesabına pis şeylər keçməsin. Sənin tərəzində, mizan tərəzində Yaxşı əməllər yaxşı olsun. əməllərin olsun. Zeynəb xanım, sizinlə telefon danışığı zamanı belə bir fikir işlətdiniz. Mənim qarşıma o qədər şlaqbaunlar çəkiblər ki, necə demisiz elə deyəcəm tamaşaçılara. O qədər şlaqbaunlar çəkiblər ki, onu heç bir maşın belə dəf eləyə bilməzdi, aşıb keçə bilməzdi. Siz aşmısınız o şlaqbaunları? Onları Aşa bildiniz daha doğrusu? aşmışam deyəndə ki, o maneçiliklər eləyiblər də, qara siyahılar tutuldu, qara siyahılarda adım getdi. Amma o siyahıdan nə xalqımızın xəbəri var, nə Allahın xəbəri var. Mən özüm xəbər tutmuşam. Deyiblər mənə ki, hə, siz filan kanalda filan siyahıya düşmüsünüz. Nəyə görə? Bax, nəyə görə? Bu sualı mən özümə verirəm, o adama yox. Özümə verirəm ki, nəyə görə mən o siyahı deyəm? Deyim, sənət yoxdur, o diplomları mənə niyə veriblər? Deyim, mənim ünsiyyətim insanlarla pisdir, səhnə hərəkətim, səhnə mədəniyyətim yoxdur, xalqı başa düşə bilmirəm, xalqın düzgün repertuarımı seçə bilmirəm. Ya nəyə görə də, nəyə görə bu işlər olur? Oturub fikirləşirəm, sonra deyirəm ki, olursa da onlar cavablarını alırlar. Allah tərəfindən, onlar öz cavablarını Yəni sizcə 16 yaşından, 17 yaşından artıq Mən çox məktəbdə böyük bir oxuyurdum. məclisləri bəli idarə edən bir xanım və sonra təbii ki, professional səhnəyə addım atan bir xanımın o repertuar seçimi, yəni düzgün olmamağı əslində məncə yəni qəbul eləmir. Sadəcə bu sizin özünüzə bir təsəllinizdir bəlkə də. Yox, mən bəzi məclislər olub, görmüşəm ki, müğənnilər yığışıb, orada çox müğənni olub. Məsələ, bir tədbirdir. Deyək ki, hansı bir bayramla bağlı tədbirdir. Gəlib soruşur, mən nə oxuyum burada, mən nə oxuyum burada? Demişəm, necə nə oxuyasan? Məclisə uyğun bir şey oxumalısan da, gör nəyin varsa, münasib bir repertuar seçməlisən ki, yəni bu tədbirə uyğun olsun. Bundan başqa da insanlar bir də görsən ki, doğrudan yaxşını pisdən ayıra bilmirlər.
Bax, niyə görə? Hansı sənətçini dindirsiniz? Mənim haqqımda, mən inanmıram bir dənə sənətçi pis söz deyə. Bilirsiniz niyə? Çünki olmayıb, mənim onlarla pis ünsiyyətim olmayıb. Hər bir kəsi öz sənətinə münasib qarşılamışam. Hər bir kəsin, hətta elə olub ki, məsələn, mənim elə yaşım çatır da ona ki, yəni mən özümdən kiçiklərin, yaxud da ki, lap elə mənimlə yaşı da olsun, o insanların çatışmayan cəhətlərinin üzərinə demişəm. Səbəbini də demişəm ki, hansı bir müğənnini danışdırsınız, o müğənni mənim, necə deyim, əksimə, əleyhimə danışmayacaq. Niyə görə? Çünki onlar məndən bir pislik görməyiblər. Əksinə, bundan əvvəl, öncə yaşadığım tərzimi də bilirlər. Bundan öncə mənim ailə tərzimdə, ailədə necə hansı ailədən çıxdığımı da bilirlər. Ona görə mənlə heç kimin işi yoxdur. Heç kəslə işiniz yoxdur. Hamı ilə gözəl ünsiyyətiniz var və bəs niyə qara siyahıda adınız çox tez-tez yazılır və müəyyən bir efirlərə çıxmaqda sizə maneçiliklər var? İndi onu da yəqin ki, kiməsə sərf eləyir ki, mən ora çıxmayayım, o kanala çıxmayayım. Oxuyanda mail oldum səsinə, gedib düşün bir dil bilməz əlinə, üzü gülməz titan gözü qanaqlar, neynəy, neynəy, neynəy adərdi, ağlıma gözləri qarayır. Salam verdim ey əleyk aldı salam, mehman oldu babasına neyney, neyney, neyney derdin aldığıma gözleri qaraya. Dediniz ki, bacım mənim ürəyimdir, o mənim ciyər paramdır. Amma efirdə Gülyaz və Gülyanaq bacılarına baxanda ürəyim parçalanır. Niyə sizi hələ də indiyə qədər duet oxuyan görmürük biz? Fidan Xuraman Qasımovalar var, bir neçə yəni cütlüklər var, Sevda Mənim orada bir Elmələkbərzadələr. materialım var, ekskluziv olaraq oxumuşuq. Ola bilər indi bizim, nə bilim, bəlkə səsimiz uyğun gəlmir bacımla. Ya nədirsə, indi o sualı ondan verin. Çünki mən hazıram. Hər zaman onunla duet oxuyaram. Duetə təklif eləmişsiniz, bir böyük bacı kimi ərk eləyə bilərsiniz ki, Nasbəri, gəl bu mahnını bir yerdə oxuyaq. Məncə bunun sizin buna ixtiyarınız var. Çünki Nasbəri xanım özü bizim bir gün çəkilişimizdə söylədi ki, mən Zeynabın yanında oxumağa öyrənmişəm. Solo konsertim olub. Orada bacımla doğrudan ekskluziv oldu. O səhnəyə çıxdı gül verməyə və biz başladıq orada duet oxumağa. Gözlerinde bu qəmli sular, unut kederini, qəmini unut. Hələ ki ömrümdə mən varam səni, unut kederini, qəmini unut. Gözlerinde o qəmli sular, unut kederimi, qəmimi unut. Hələ ki ömrümdə mən varam səni, unut kederini, qəmimi unut. Bir insan gəlib keçəcək, sevincin kədərə gülüb gedəcək. Bu qəmli günləri ölüb gedəcək. Unut gözəl bacım, qəmini unut. Emosional qadınsınız Zeynəb xanım. Axırda deməli olan sözünüzü əvvəldə deyirsiniz və hər şey bununla bitir. Hərdən o qədər əsəbləşirsiniz ki, hətta qarşınızdakı döyməyə belə gücünüz çatır. Peşman olmursunuz ki, hərdən bu qədər. Axı mən niyə bu qədər səbirsizəm? Emosionallıq hamısı bilirsiniz nədən yaranır? Bax, belə haqsızlıqlar görəndə insan istər-istəməz. Mən çalışmışam ki, həmişə o emosiyalarımı gizlədim. Amma alınmır. Nəysə, mən efirdə olanda deyirlər ki, Zeynəb xanım, emosional danışdınız, belə, elə. Deyirəm ki, valla, daxildən o verilən sualların cavabını mən təzədən yaşayıram. Siz inanın ki, onda daha gözəl, daha təbii, yoxsa belə ağır-ağır otursaz və artıq tamaşaçı və bir aparıcı olan mən hiss edəcəm ki, bu Zeynəb xanımın özü deyil. Onda inanın ki, maraq olmur. Yox, valla mən hər zaman özüm olmuşam. Hər zaman hansı verilişi çağırıblar. Bilirsiniz niyə?
Məndə nə varsa onu danışıram da. Mən gizlədiyim, örtüm Birinin üstünə bastırım. beşin qoyum danışım və Hə, yaxud elə da şey yoxdur yoxdur. Ya onlar, da ki, bəli. özümü tərifləyim. Bax, belə şeylər yoxdur. Mən nə var onu danışıram. Nə daxilimdən keçir. Hansı Bəli. sualı verirsinizsə, doğru, dürüst mən o cavabı. İndi bəzi yerlərin ola bilər ki, açıqlamayam. Daha onun hamısını demək olmur. Bəli. Amma sözün əsl mənasında verdiyim sualların cavabını hamısını səmimi mən həmişə cavablandırmışam. Bir neçə gün bundan əvvəl biz sizinlə əlaqə saxladıq ki, istəyirik ki, bizim verilişimizin qonağı olasınız. Və bir çox xalq, əməkdar və yaxud da ki, ümumiyyətlə yenicə ekran görən, yenicə kamera qarşısına çıxan müğənnilərdən fərqli olaraq o qədər səmimi oldunuz. Hətta özünüz əlaqə saxlayırdınız ki, gecikməyim, necə gəlim, sizə hansı materiallar lazımdır deyə. Ola bilərmi ki, bir vaxtlar xalq artisti və yaxud da ki, əməkdar artist olan Zeynəb xanımdan artıq biz həmin ünsiyyəti görməyək? Yəni ad dəyişə bilər sizə alacağınız ad? Yox. Əksinə, onda bundan da sadə olacağam. Çünki məni həmişə sadəliyimlə bəyəniblər. Mən belə yaranmışam. Mənim rəhmətli yenə deyirəm, mən atama oxşamışam. Nazpəri bacım anama. Anamda biraz belə qorduluq, belə özünü yüksək tutmaq var idi. O onu oxşayıb. Ancaq atam o qədər sadə insan olub ki, inandırım sizi ki, elə yetimlərin toyuna pulsuz gedib ki, deyib, yox, nə danışırsan, gəlib eləyərik. Yola verəcəyik, necə lazım. Öz cibindən sənətkar dostlarının hörmətini eləyib. Amma gedib o toyu eləyib. Mənim özümdə o qədər olub ki, kənd Nardaranda, o vaxtı mən qız toylarına çox gedirdim. Bir qız yanaşdı mənə, dedi Zeynəb xanım, mən bilirəm da sizin qiymətinizi. Mənim gücüm çatmayacaq, papam, mamam yoxdur. Mənim toyumu bacım eləyir, bacımın yoldaşı eləyir. Mən xuna mebeli almayacağam. Onun əvəzinə üstün düzəldib sizi toyuma dəvət edəcəm. Doğrudan elə pis oldum. Dedim, qızım, get xuna mebeli də al, hər şeyi də al. Sən narahat olma, mən sənə heç pul da danışmıram. Gəlib sənin toyumu o günü eləyəcəm. Həmin günə bizim bir yaxın qohumun, qoy danışım da, yeri gəlib. Bunu ancaq belə efirlərdə danışmamışam. Bu eksklüziv olacaq. Görürsünüz, söhbət əsnasında gəlir. Həmin günə bizim bir imkanlı, çox imkanlı, həddən artıq imkanlı bir qohumumuzun evladının toyu oldu. Yəni, onlar mənə demişdi, bu ayda toy olacaq, ancaq günün dəqiq deməmişdilər. Elə oldu ki, gəldi bunların toyunu, amma bu qızın toyunu tutandan sonra gəldi o mənə dedi ki, daha doğrusu evdən anam dedi ki, bəs filan kəsin toyu filan gündür. Mən baxdım, gördüm ki, həmən o yetim qızın toyunun gününə düşür. Dedim, yox, başqa günə dəyişə bilərsiniz, gələrəm. O günə mən heç cürə gəlməyəcəm. Sən nə danışırsan, filan kəslərdir, belə olmaz. Sən bilirsən, onların toyunda heç nə danışmaq da lazımdır. Sən belə gələcəksən, elə... Dedim, yox, məhz o toyu mən heç cürə dəyişə bilməyəcəm. O adamlar mənim acığıma o vaxtın mötəbər tanınmış müğənnilərindən bir 10 nəfər tutdular. Tutdular o günə toya, danışdılar. Neysə, onların adamları öldü, o toylar qaldı. Ancaq mən o yetim qızın toyuna getdim. Bir gözəl toy keçdi, bir gözəl toy keçdi. Nə deyim, bütün kənd yığışıb gəlmişdi. O kəndlərdə var elə bir şey. Yetim olanda, məsəl üçün başsız olanda, onlar yığışıb onun toyunu hamıdan gözəl edirlər. Doğramışam benim şener bitmesin. Yar eline yar eli değmesin. Yar eline yar eli değmesin. Gadan Allah, gadan Allah, gadan Allah, gadan Allah senin. Yar gadan Allah, gadan Allah, gadan Allah senin. Gadan Allah, gadan Allah, gadan Allah, gadan Allah senin. Yar gadan Allah, gadan Allah, gadan Allah senin. Zeynəb xanım, niyə qızınızın toyunda canla başla iştirak edənlər sonra Zeynəb kimdir, mən onu tanımıram deyə fikirlər səsləndirirlər? Mən bilirəm kimi deyirsiniz. Həmin qızın... Sadəcə yeni bir qalmaqala bir başlanğıc olmasın və təbii ki, bu veriliş o formatda olmadığına görə adını çəkmirəm eləmək də təbii ki. düzgün deyil. Çünki o mədəni şəkildə hər şeyin altından Cavabını çıxır, alır. cavabını verir. Vallahi onu mən çox istəyirdim. O mənə bacı deyirdi. O mənə hətta müğənni demirdi, ailə üzvüm deyirdi. Mən bilirəm kimdən söhbət gedir. Bunu elə açıqlaya da bilərəm. Bu
Ağayevdir, bəli. Ağayevdən gedir söhbət. Sonra mən bir nanənin verilişinə çıxdım. Orada nəsə zəng vurdu, dedi ki, mən belə adam tanımıram. Çox qəribə gəldi mənə. O hadisənin deməli 10 il ondan qabağı bu bizim ailə ilə bir yerdə gedib çörək yeyirdi, bir yerdə gedib hara deyirdik elə necə Faiq demirdim. Faiq gəlirsə, Faiq gəlirdi. Hə, sadə oğlandı. İndi onu da hardan, nə tər dönüb, nə olubsa o sözü işlətdi orada. Onu da mən sübut elədim internetlə, internet vasitəsilə. Mən o fraqmenti qoydum ki, baxsınlar, görsünlər ki, bu neçənci ilin sözüdür, indi bu adam bu sözü işlədir. Onu da kimlərsə öyrətmişdi, valla bilə bilmədim. Hələ indiyə kimi soruşmamışam. Pis oğlan deyil, Faiq yaxşı uşaqdır. Zeynəb xanım, deyirsiniz ki, ailəm, övladlarım, bacım, qardaşım üçün yaşayıram bu həyatda. Bəli. Özünüz üçün niyə yaşamırsınız? Hərdən bir Bilirsiniz, daha insan- bezdim, yoruldum demirsiniz ki, yəni öz həyatımı yaşayım. Bilirsən, onlara mən daha çox lazımam. O insanlara mən daha çox lazımam. Mən onu bilirəm. Məsələn, mənim qardaşlarım, bir də görsən, mən zəng vurmasam, bir həftə uzağı. Bir həftə çəkmir, 3-4 gün zəng vurmayanda onlar zəng vururlar. Haradasan, niyə səsin gəlmir? Səsin gəlmir. Bunu mən hiss edirəm ki, o məni istəyir ki, gedirəm, otururam maşına, gedirəm. Bir də gördün, getdim o qardaşım gilə, bu qardaşım gilə, bacım gilə. Bacım gilə bizim, demək olar yayı bütün bacım gilə keçiririk, bağında onun olur. Bütün ailəlikcə yığılırıq, bağ maşallah böyükdür deyənə, ora çox adam lazımdır. Bütün ailəmizlə yığışırıq orada. Hər il məsələn, ad günləri, hamısını orada keçiririk, yəni gembolluqdur. Hə, bax belə. Mən onlar üçün yaşayıram, bəli. Mən elə hesab edirəm ki, mən xalqım üçün yaşayıram, mən evlatlarım üçün yaşayıram. Bəs insan gərək kimi üçünsə yaşasın da. İnsan tək özü üçün yaşamalı deyil ki. Yenə gəldin sən, baxıb geldin sən. Bahar gəldi, güllər açdı, çaylar açdı, nəğmə qoşdu, çaylar açdı, nəğmə qoşdu sənə. Çiçəklər açmasa, gələrsən yaz gələr. Çiçəklər açmasa, gələrsən yaz gələr. Hansı bir nənəyə və yaxud da ki, babaya nəvə sənin həyatında nədir deyəndə istər-istəməz özündən asılı olmayaraq üzündə bir təbəssüm yaranır, bəli. Yəqin ki, o əhvalınızın pis olduğu vaxtlarda çalışırsınız ki, nəvələr yanınızda olsun, ancaq onlar sizin əhval-ruhiyyənizi qaldırsınlar. Maşallah, onların bir dənə zəngləri bəs deyil. Danışıram onlarla. Həyatda nə mənfi bir işlər, hadisələr var, hamısı yadımdan çıxır. Hamısı. O qədər şirindilər. Allah sizə qismət eləsin. Allah bütün arzu çəkən ata-anaların evlatlarına qismət eləsin. Nəvə gözəl şeydir. Çox Nəvəsini gözəl. necə əzizləyir Zeynəb xanım? Bilirsiniz, Hərdən o evlad- səsinin gözəl yerinə salıb bir onlara laylay deyirmi yatanda? Demişəm, çox demişəm. Onları layla ilə yatırdıram. Bir də görürsən evdə layla çalıram, yatır qucağına. Balacası var bir dənə. Duzdur da, duz. Maşallah, o qədər çox bilir. Bilmirəm zamanədəndir, yoxsa nədəndir axı bu uşaqlar, indiki körpələr, 2-3 yaşında uşaq o qədər bilir. O qədər düzgün, səlis cavablar verir. O qədər düzgün suallar verir. Doğrudan adam qalır belə. Bir boğaz nə isə ifa eləyin də. Layla. Nə istəyirsiniz? İstəyirsiniz, bax, nəvənizi necə əzizləyirsiniz, necə oxşuyursunuz, bir parça laylay deyin. Və yaxud da ki, içinizdən keçən bu dəqiqə Laylaylar qəlbinizin istədiyi, məsələn, nə çoxdur. istəyirsiniz? Bir laylay vardı, o bilmirəm onu kim oxumuşsa, onu mən oxuyurdum, oğlum üçün oxuyurdum. Yadımda qalıbsa oxuyacağam. Təbii ki, çox qısa bir parça istəyirik sizdən. Şamaxınan çıxır yurdu, eller alaçın qurdu. Cavan gəlin tezdən durdu, körpəsinə layla deydi. Ay Allah bundan 5 dənə ver, göydə uçan quşlara ver, qarıyıb qocalmışlara ver, belə baladan çoxlu ver.
istəyirəm biraz da ailədən danışaq Zeynəb xanım sizinlə. Ailə qurdunuz təbii ki, övladlarınız oldu və maraqlı bir açıqlamanız var. Deyirsiniz, həyat yoldaşım məni o qədər sevirdi ki, mənim o ilə çox xoşbəxt anlarım oldu. İstəyirəm bax o illərdən biraz danışasınız bizə. Vallahi o illərdən Yəni ən xoşbəxt anlardır da o sevgili cütlüklər olur, yeni evlənənlər olur. bilirsən, həyatı mənə o sevdirdi. Həyatdan biraz küsmüşdüm. Çox tez nişanlanmışdım. İstəmədiyim qohumla. Var da bizim Azərbaycan xalqında belə bir şey. Bəli. Beşinci Ata-ana sinifdən- məsləhət görüb, beşinci bəli. sinifdən nişanlanmışdılar öz əmim oğluna. Mən də getdim məktəbə. Üzü taxtım, konfet apardım, uşaqlara apardım. Nə bileyim, 5-ci sinif uşağına qalır ki. Nişanlanmışam, uşaqlara konfet da şəkər paylayıram. Müəllimə gəldi, dedi ki, Şərqiyə müəllim, Allah'ın canı sağlığı versin. O qədər çox istəyirdim onu, ədəbiyyat müəllimimiz. Gəldi, dedi ki, nə edirsən? Deyirəm ki, nişanlanmışam Şərqiyə müəllimə. Çar düzü nişanlanıb, bu boyuna bax. Doğrudan o vaxt anlamırdım ki. 5-ci sinifdən Beşinci uşaq təbii ki. Nişanlanmazlar axı. Neysə 10-cu sinif, 9-cu sinifdə artıq mən anladım ki, yox. Mən bu adamı elə qohum kimi istəyirəm də. Mən bunu həyat yoldaşı kimi istəyə bilmirəm. Çünki özüm emosional insanam, amma o insan o qədər belə Sakit təbiətli, hə. fağır təbiətli, doğrudan yaxşı oğlandı. Qohumumuzdur deyəni demirəm, əmim oğlu çox sakit oğlan. O yazığın sakitliyinə görə bax elə məndən sonra da bir evləndirdik onu. Mən özüm evləndirdim. O yoldaşı ilə də ayrıldılar. Yəni bunun sakitliyindən düzgün istifadə eləmədilər də. Mən düzdür, mən emosional olduğuma görə mənim yoldaşım gərək məndən də emosional olsun ki, məni idarə eləsin. Çünki mən ondan qorxmalıyam, ya mən onu görəndə sözü deyilən çəkinməliyəm, ya onun sözü məndən qüvvəli olmalıdır, düzdürmü? Bəli. Amma buna mən söz deyəndə gördüm ki, bu biraz çəkinir, dayanır. Hə. Və hər Neysə, şeydə razılaşırız. Ondan sonra bax Hə. mən Həyat yoldaşı. həyat yoldaşım rəhmətli Tofiq olduğuna görə mən ona bağlandım, o həyatı sevdirdi mənə. Amma çox qısqancı idi, çox. Yaşda məndən biraz böyük olduğuna görə çox qısqancı idi. Mənim elə əsl o gözəl vaxtlarımı oxuyandan sonra, tanınandan sonra bir ara o mənə fasilə verdirdi ki, yəni ki, mən çox çıxış eləmədim. Amma məclislərə belə gedirdim, Gedirdiniz, qız toylarına gedirdim. Onu da qardaşım aparırdı maşınla. Aparıb toyxananın qapısından salırdı içəri, sonra keçirdik. Bakı şərtləri elədi ki, ora qadın toyuna kişi Bəli, düşsə, bəli. bir dənə dərmana bir kişi düşsə, o gün ora qan düşər. Elinde sazın kurbanı eyleme nazı kurbanı Allah o gözün kurbanı öldürme beni yandırma beni dur gel nazineye nazine gül sülfet sazileye sazile dur gel nazine nazine gül sülfet sazileye sazile Arif müəllim o mənə dedi ki, Zeynəb, səndən yaxşı Leyli olar. Gəl operada mən Məcnun oynayım, sən Leylini. Bax, ona mən əfsuslanıram ki, mən getmədim. Deməli, ailəyə görə sənəti Ailəyə qurban görə, verdiniz. bax, sənəti bəli. qurban verdim də. Yəni sənətimi indi bugün mən durub indi əməkdar xalq artisti adını heç kimdən gözləməzdim. Təbii. Amma yenə deyirəm, Allah hamımıza can sağlığı versin. Bütün bax rəhbərlikdə, yuxarıda oturanlara da, xalqımıza da, cəmaatımıza da, elimizə, obamıza ən əsası odur ki, dünyamız salamat olsun. İnsanlar bir-birini sevsin. İnsanlar bir-birini sevsin. Heç kim ədavət saxlamasa dünya düzgün gedər. Vallahi düzgünlük olar. Həyat adlı məktəb elə bir məktəbdir ki, o insana hər şeyi öyrədir. Acını, şirini, qəmi, kədəri Və və həyatın öyrətdiyini öyrənmirik axı. və Həyatın sizə nə öyrətdi onda həyat və yaxud siz həyatdan nə öyrəndiniz? Həyatdan bir şey öyrəndim ki, mənim atamın mənə hər zaman dediyi vəsiyyət öz yerini tutur. Çox gözəl sözlər deyib. Düzdür, bizim ailədə o səhər namazından sonra qalxıb saat hardasa 7-dən başlayırdı.
sözlərin deməyə ki, qulağımızı doldururdu. Yəni ailədə hamının qulağını doldururdu ki, bax bu işi belə eləməyin, bu işi belə eləyin, bunu belə eləyin. Yəni o insan o qədər evlad canlı idi ki, o səhərə kimi yatmırdı. O səhərə kimi üstü açılan üstünü örtərdi. Ya soyuqdursa məsəl üçün havanın temperaturunu həmişə bir səviyyədə saxlayırdı. Yəni ya isti olmasın uşaqlarıma, ya soyuq olmasın. Çox qəribə ata idi. Biz onu hələ evdə alt geyimində görməmişik. O qədər bu insan hər Abır-həya şeyi saxlayan idi, bəli, kişi ya olmağına pijamada baxmayaraq, olurdu, bəli. ya məsəl kostyumda olurdu, ya köynəkdə olurdu. Biz onu görməmişik. Bəzi indi ata-analar var, mən baxıram, görürəm ki, bilirsən, ədavət var evdə. Ata-ana ilə yolu getmir. Ata məsəl üçün anaya başqa-başqa nalayiq sözlər deyir, ya ana ataya deyir, ya evladlar görürsən evdə ata ilə ananın ayrılmağını görürlər. Ya belə də nəysə ailəyə uyğun olmayan, Xoşa gəlməz hadisələri biz məsəl üçün ailədə görməmişik. Biz görməmişik və ona görə də mən Allahıma şükür edirəm ki, mənim ailəm yaxşı olub da. Yəni ki, biz normal ailə olmuşuq. Bəli. Yəni bu Böyüyün kiçiyin yerin bilən qısaca desək, bəli. Qonaqsevərlik, hər şey olub bizim ailədə. Bizim ailədə hər şey olub. Mənim anam rəhmətli bir qazan xörək asırdı. Axşama kimi gəlib gedənlər hamı yeyirdi. Yəni qalırdı da qazan. Bərəkətli olurdu. Biz indi biraz bişiririk, elə özümüz yedik, görürsən da bir şey qalmadı gün oldu. Yəni bərəkətli olurdu. O da nədir hamısı nədən asılıdır? Bir dəfə məni çağırdı ki, Zeynəb bura gəl, gəldim. Dedi, duzu qazana sən at. Dedim, amma niyə? Özün at da. Dedi, yox, sən at. Bismillah de, at. Müəyyən qədər duz göstərdi, onu atdım qazana. Da o mənim yadımdan hələ də çıxmır ki, niyə görə o mənə atdırdı o qazanda duzu. Yəni ki, bismillahla iş görən insanlar idi da bunlar. Atam namaz qılırdı. Ona görə də elə xeyir-bərəkət olur həmişə sizdə. Həmişə də namazda axırda qulaq asırdım, görürdüm ki, dünyamıza dua eləyir. Deyir, cavanlar salamat olsun, insanların ruzu bərəkəti. Həmişə də axırda deyirdi ki, İlahi Pərverdigarım, mən səndən balalarıma çoxlu var dövlət istəmirəm. Onların ruzilərini ver. Hər zaman onların çörəkləri olsun, onların ruziləri olsun. Onlar heç vaxt dosta düşmənə möhtac olmasınlar. Bax, bu sözləri eşidirdim, mən görürəm ki, həyatda doğrudan da ailə, ata, ana, bax, bunları aşılamalıdır. Hətta uşaqlar, qardaşım gibi bir də gördüm deyirlər. Papanın leksiyası yenə başladı. Onlara səbir çatmırdı, oğlan xeyladı da, qulaq asmırdılar. Amma hər halda ata, ana düzgün leksiya deyirsə, ona qulaq asmaq lazımdır. Bir gün gələr ki, mən gedərəm xalq söyləyər. Ay bir gün gələr ki, mən gedərəm xalq söyləyər. Bir çarə vahidiyə bu qəzəl yadigar. Son sualımı sizə ünvanlamaq istəyirəm. Verilişimizin adına uyğun olaraq, əslində mən deyəndə Zeynəb xanım tamaşaçısına özünü necə təqdim eləyərdi? Valla, tamaşaçı Zeynəb xanım elə danışdıranda mənə elə gəlir, görürlər ki, Zeynəb xanım əslində kimdir? Əslində kimdir? Bunu mənim deməyim deyil ki. Bax, özünüz verilişin əvvəlində dediniz ki, bütün müğənnilər kimlərdən soruşuruqsa, Zeynəb xanım haqqında müsbət fikirdir. Düzdürmü? Çünki onlar həmişə məni bir cür görürlər. Orada heç bir kəs, heç bir bənadəm deyə bilməz ki, mənim onun üzünə bu cür deyib, arxasınca başqa söz işlətmişəm. Yaxud da sirri olub mənə deyib, o sir mənim yanımda da batıb. Onu mən heç kəsə, heç yerdə, heç zaman deməmişəm. Yəni, onu mənə deyib. Amma indi elələri var ki, deyir ki, sirri dostluğa demə, dostluğun da dostu var. Dostu var.
Təşəkkür edirəm Zeynəb xanım. Təklifimizi təşəkkür qəbul edirəm. elədiniz, gəldiniz və doğrudan da çox maraqlı söhbətlərinizlə mən inanıram ki, tamaşaçıların da qəlbinə yol tapdınız və bir daha əslində Zeynəb xanım kimdir deyə özünə sual verən tamaşaçılar artıq onun cavabını tapdı. Çox sağ olun. Mən sizə minnətdaram. Sizin bu yaradıcı qrupunuza minnətdaram. Siz o qədər mənim doğrudan bəzi şeylər var ki, insanın ürəyində qalır da, onu deməyə yer axtarır. Bax, onu mən bu gün xalqıma deyə bildimsə, nə gözəl. Rahatçılıq tapdınız həm də Rahatçılıq tapdım. daxilinizdə Mən mənlə. sizdən rahatçılıq tapdım. Mən sizə dərin minnətdarlığımı bildirirəm. Və xalqımla görüşdürürsünüz. Buna görə də mən sizə minnətdaram. Çünki efirlə, xalqla görüşmək, onlar mənim üzümü görür. Düzdür, radio vasitəsilə də danışıram, tez-tez dəvət edirlər radiolara. Amma belə mənim öz nitqimlə, danışığımla, üz mimikamla onlar özləri biləcək ki, əslində mənəm. Təşəkkür edirəm. Beləcə, hörmətli tamaşaçılar, bugün əslində mənim qonağı Zeynəb xanım Dostəliyeva idi. Əvvəldə işlətdiyim kimi, sonda da elə yenə də həmin fikrimin üzərində dayanıram. İstəyirsən xalq artisti ol, istəyirsən əməkdar artist ol, istəyirsən incəsənətin ən yüksək pilləsini fəth elə. Amma insan deyilsənsə, inan ki, sənə tamaşa edən 8 milyon, 9 milyon və yaxud da ki, Azərbaycandan kənarda yaşayan insanlar tərəfindən qəbul olunmayacaqsan. Hər zaman özünü dartıb yüksəkdə saxlaya bilərsən özün üçün. Amma insanların qəlbində kiçicik də olsa yerin yoxdursa, deməli, sən yaşamırsan. Əslində mən də sizə bugünkü qonağı təqdim elədim mən, Səidə Bəkir qızı. Gələn dəfə inşallah kim olacaq, gələn dəfə kimin həyat səhifəsini vərəqləyəcəyik. Bax, bunu bilmək istəyirsinizsə, mütləq bizi izləyin, çünki biz sizlər üçün çalışırıq. Diqqətinizə görə minnətdaram. Yaşa, 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 yaşa mənim xalqım. Yaşa,